Bismillahirrahmanirrahim. Salam əziz Zəhra TV izləyiciləri. Xoş gördük hər birinizi. Mövzumuz Qurani-Kərimdə xof və huzunla bağlıdır. Qonağımız isə ilahiyyatçı Qurban Cəfərovdur. Müəllim, xoş gəlmisiniz. Selamun aleyküm, xoş gördük qardaş. Həzrəti Peyğəmbər özünün qorxusundan danışır Qurani-Kərimdə. Həzrət bu hansı qorxudan danışır? Allahümme salli ala Muhammed və ali Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu khayru nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu qavli. Ve hakkı Fatıma ve abiha ve ba'liha ve baniha ve sirril mustavdar fiha. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Çox sağ olun qardaş. Baxın, biz neçə gündür ki, bu mövzularla bağlı Qurani-Kərimdən həm xofdan danışmışdıq, həm huzundan. Elə verilişimizin adabına uyğun olaraq əvvəldə başlayanda bəzi məzəmməti olan xofların barəsində hədisdə, bəzi verilişlərdə demişdik və bəzi xof və huzunlar var ki, onların mədhi barəsində. Bu dediyiniz mövzudakı Zümər surəsindəki ayə 10-dan 16-ya kimi təqribən bu mövzu barəsində bəhs edir ki, orada 2 dənə yerdə ki, Həzrət Peyğəmbərin məsələn qorxusundan söz açır. Məxsusən bir yerdə, sonra Peyğəmbərin özünə müraciət edir. Məxsusən bir yerdə ki, elə Zümər surəsinin 13-cü ayəsidir. Burada Peyğəmbərin qorxusunda Allah Peyğəmbəri məzəmmət eləmir. Əksinə Peyğəmbərin qorxusunu danışmaqla Qurani-Kərimdə istəyir ki, insanları o qorxu əhatəsinə neynəsin? Məhvərinə cəm eləsin. Yəni, hər bir insan, yaranan bir varlıq bu qorxuya layiqdir. Elə bəzi rivayətlərdə var, hədislərdə var, görürsən, insana bir dənə işi uyğun biləndə, görürsən, bəzi rivayətlər bu cümlələrdən istifadə edir ki, insana layiq olan əməl budur ki, insan gərək bunu yerinə yetirə. Baxırsan, Qurani-Kərimdə Zümər surəsinin bu 13-cü ayəsində hər bir insana xas olan bir dənə xofdur bu xof. Ki, bu nəyin qorxusudur ki, onu danışacağıq inşallah. Yəni, Qurani-Kərim bu xofu məzəmmət eləmir, əksinə nə edir? Tərif edir. Ki, baxın, tərif olunan xoflardan biri budur ki, qiyamət günü hesabda üzü ağ çıxar və Allah ona o kəslərə xüsusi mükafat verər. Onlar o adamlardılar ki, Allahın dünyada əmrin pozmaqdan qorxurdular. Allaha müxalifət eləməkdən çəkinirdilər. Əslində, bu xofun özünə işin həqiqətində bu xofa ilahi məhəbbət deyərlər. Baxın, Həzrəti Əmir Əl-Muminin deyir ki, Allah birdən behiştinin təmənnası olmasa, cəhənnəmin heç qorxusu olmasa da mən səni ibadətə layiq bilirəm. Sən bir məbudsan ki, doğrudan ibadətə layiqsən və mən bunların heç biri olmasa yenə sənə ibadət eləyərdim. Yəni, mənim ibadətim sənə qorxu üzündən deyil və yaxud behiştəki neymətlərə tamahlanmaq üzündən deyil. Mən səni ibadətə layiq bilib bunu yerinə yetirirəm. Düz? Həzrət Əmir Əl-Muminin baxın, namazında bilirsiniz da İmam Həsən əleyhissalama dedilər ki, Həzrət Əmir əleyhissalamın ki, ayağına ox batıb, dedi onu yalnız və yalnız namazda çıxarda bilərsiniz. O Allahın xofundan namazda heç nəyi hiss eləmir. Düzdür, indi onun da barəsində bəzi sözlər danışıblar, bəzi batil məzhəblər ki, güya əslən bu hadisə olmayıb üçün bunlar imamətin tarixi ilə bağlı özləri düz yolda deyirlər ki, imamətlə bağlı mövzularda düz ola. Bunlar əvvəldə fikrən və etiqadən, əqidətən ki, elə müxalif olublar. İşimiz yoxdur bizim o mövzulardan. Baxın, indi o hansı xofdur? O xoflar ki, ilahinin əmrin pozmağa maniyə olur, ona əslində ilahi məhəbbət deyərlər. Görürsən, bir insan öz dostun, tanışın, ya məsələn bir insan bir istədiyin, məhəbbət elədiyi adamı itirməmək üçün görürsən, daim onun məhvərində, onun ətrafında həmişə yaxşılıqlar edər. Onu itirməyin qorxusu əslində kökündə məhəbbət dayanır. Diqqət edirsən, Həzrəti Peyğəmbərin bu Zümər surəsindəki Allahdan qorxusu ona xatir mədh olunub ki, o Allahın məhəbbətini itirməkdən olan qorxudur. Əslində bu qorxunun içində bir məhəbbət var, bir sevgi var. Adam var, əlindən faniliyə məhkum olan şeylərin getməyindən qorxa. Ki, məsələn, əlimdən bu şey gedər, dünyam bərbad olar. Qurani-Kərim, biz neçə veriliş barədə bəzi hissələrini danışmışdıq. Qurani-Kərim bu qorxuları məzəmmət edir.
Əhl-i Beyt əleyhissalam rivayətlərdə deyir ki, bu insanlara xas olan qorxu deyil. Allah bu qorxu insanın, bu xofu insana qadağan edib. Bu huzunu, bu kədəri, bu qəmi insana qadağan edib. Necə ki, Uhud müharibəsi barəsində bəzi mətləbləri demişdik. Ki, Allah dedi, sizi mən buna xatir yaratmamışam dünya qənimətindən. Müharibənin o qənimətindən ki, dünyanın bəzi neymətləri əlinizə keçmədi. Bu qədər qəmginlik, bu qədər süstlük niyə sizə hakim olub? Axı bu dünyadır da. Bunun varlığı ilə yoxluğu sizin aranızda nə dəyişir? Həzrəti İslam Peyğəmbərin özündən də var və digər məsumlardan var başqa söz təvirləri ilə. Deyir, heç vaxt əlində olana görə sevinmə, heç vaxt da əlindən gedənlərə görə qəmlənmə. Əgər əlində olanlara çox şad olmasan, heç əlindən getsə də o qədər qəmgin olmayacaqsan. Yox, əlində olanlara ki, o həddə sevinmisənsə, əldən getdiyi təqdirdə də o həddə qəmlənəcəksən. Həmən o qəmi bu sevinç gətirdi. Diqqət edirsiniz, məsələnin məntiqi nədən ibarətdir? Yəni, mən əlimdə olanlara, məhəbbətimin həddi ki var, o qədər ki şadlanmışam əlimdə olanlara. Onun həddi və dərəcəsi, ölçüsü qədər də mənə qəm üz verməlidir. İnsanlar bəzən bunun fərqində olmurlar. Özdə baxın, insanın öz əlində olan şeyləri ki, nəyə ki çox o diqqət eləyir, istəyir onu hər şeydən qoruya, görürsən, bəzən xətər ona dəyir. İndi biz öz məmləkətimizin misallarından deyək, görürsən, birinin qapısında olan heyvanatın içində bir dənəsi fərqli olur, ona xüsusi sahibi diqqət ayırır. Bir bəla gələndə görürsən, birinci nə edir, adətən ona dəyir. Olur, olmur elə şey. Mütləq də bu cürdür ya. Həzrət Əmir Əl-Muminin, Həzrət Peyğəmbər İmam Sadiq əleyhissalam, İmam Rıza əleyhissalamdan başqa söz üslubları ilə desək, müxtəlif sözlərlə desək, ümumi nəticə bundan ibarətdir. Əldə olanlara nə qədər sevinsən, əldən gedəndə də bir o həddən eynəyəsən, qəmlənəcəksən. Qəmin kökü həmən bu sevincdən asılıdır. İndi bu xofun kökü məhəbbətdən asılıdır. Bu xofun əsli kökündə dayanan sevgidir. Həzrət Peyğəmbər qorxur Allahın məhəbbətini itirməyindən. Nə fani olan şeylərin itkisindən getmir söhbət. Burada ilahi məhəbbətdən söhbət gedir. Allahla olan xüsusi rabitənin itkisindən Peyğəmbərin qorxusundan söz açır Qurani Kərimdə Allah Müteala. Bu yəni mədholunan bir xofdur ki və əgər bir xofdan ki Peyğəmbərin ünvanında Allah danışır, özlə baxın indi oxuyacağım ayəni. Bu ayədə məhz Peyğəmbərin dilindən danışır bu mövzunu. Ki Peyğəmbər dedi ki mən qorxuram. Bu xof ki Allah Peyğəmbərin dilindən danışır Qurani Kərimdə mənası budur ki hər bir bəşər övladı layiqdir ki bu xofa malik olsun. Əgər Həzrəti Əli əleyhissalam ya Həzrəti İmam Hüseyin əleyhissalam, fərq eləməz məsumların sözü hamısı eyni həqiqətdən ibarətdir. Həzrəti İmam Hüseyin əleyhissalamdan da var. Deyir, əgər Allahdan qorxmasaz, Allahdan qeyri hər nə var ondan qorxacaqsınız. Ölümdən qorxacaqsınız. Kasıbçılıqdan qorxacaqsınız. Zəlzələ gələr, bir hadisə baş verər, malın itkisindən qorxacaqsınız. Ömrünüz tez bitər, malınıza zərər dəyər, al uşağınıza zərər dəyər, yaşadığınız evlərə zərər dəyər, minik vasitələrinizə zərər dəyər. Deyir, bu qorxuların kökündə bir şey dayanır. O iki insan Allahın məhəbbətini itirməkdən, Allahın hüquqlarını pozmaqdan ki qorxmadısa, dünyanın bütün hadisələrindən qorxacaq və o qəlbin sahibi bilsin ki, o qəlbdə dəyəri olmayan, qiyməti olmayan kədər və hüzun baş verəcək. Əgər insan Peyğəmbərin bu adından deyilən xofa malik olsa, o dünyanın başqa xoflarından amanda qalacaq. Niyə? Çünki o xofdan danışır ki Qurani Kərim, bu Peyğəmbərə xas olan xüsusiyyətdir. Bu Peyğəmbərə yaraşan xüsusiyyətdir. Eyni halda Peyğəmbər ümməti də nə etməlidir? Bundan dərs almalıdır. Baxın, Zümər surəsinin 10-cu ayəsində Müteala Allah buyurur ki, o ayə gəlinə qədər mən oxuyum bu ayəni. Qul ya ibadiyəl-ləzinə amenut təqur rabbəkum lilləzinə əhsanu fi hazihid dünya həsənətun. Ki, birinci Allah Müteala burada o bəndələrə müraciət edir ki, o mömin bəndələr, ibadət eləyən möminlər ki, Allahınızdan qorxun, yəni təqvalı olun. Təqva keçən dəfədə demişdik. Biz qismət olsa təqvanın barəsində ayrıca bir mövzu bəhs açıb danışmaq fikrimiz var, ömür vəfa eləsə. Təqva o şeyə deyərlər ki, insan həm vəzifəsinin məsuliyyətini dərk eləyir, vacibatları yerinə yetirir, günahdan çəkinər. Təqva budur ki, insan həqiqətən qorxar o şeydən ki, Allah bunu bu işin müqabilində
insanın əlindən vacibatları yerinə yetirməyin lütfün çəkər, alar. İnsan bundan qorxsa ki, birdən bir iş görərəm ki, Allah məni bir də vacibatlarına əmr eləməz. Bu xof varsa insan təqvalıdır. İnsan o gündən qorxsun ki, o vəziyyətdən qorxsun ki, halət insandır, baş verər insanın haləti daxilində. Fikirləşər ki, ilahi, mən bir addım atıram ki, bundan sonra sən məndən namazımı alarsan, sən məndən orucumu alarsan, sən məndən ilahi ibadət ocaqlarına gediş gəlişimi alarsan, sən məndən Allah, səndən ünsiyyətimi alarsan. O Həzrəti Musaya bir nəfər yolda kəsmişdi qarşısını. Demişdi ki, Allahına deyərsən ki, niyə bizə bəla göndərmir? Həzrəti Musa gəldi Tur dağında, Allahla münacət edildi. Allah Həzrəti Musaya dedi ki, o yolda söz deyənin sözünü demək istəmirsən, çünki həya edirdi o sözü deyə Rəbbinə. Dedi ki, Allah həya edirəm, bilirsən, niyə demirəm bu sözü? Dedi ki, ona deyərsən ki, sənə sual vermişdi ya. Həzrəti Musaya da nə demişdir, de. Dedi, Allah, bilirsən də, bu demişdi ki, mənə, deyərsən Allahın mənə niyə bəla vermir? Dedi, onun cavabında deyərsən ki, Allah sənə bəla verib, sən onu görməmisən. Bir Allahla ünsiyyəti ki, Allah səndən alıb, Allahla əlaqəni ki, səndən alıb, mən özümlə ki, o bəndə arasında əlaqəni kəsmişəm, bundan böyük bəla mı var? İnsan düşünür ki, bəla olanda ya bir avtoqəza eləməlidir, ya bir ev uçqun olmalıdır, ya məsələn malı zərərə uğramalıdır. Əslində, Quran deyir ki, belə şeylərin Allah sizə imtihan eləyər. Bunu bəla demir, Quran deyir, bunlar imtihandır. Hə? Yaxşı, əgər bu cürdürsə, bəla yəni nə? Həzrəti Musa deyir, bəla budur ki, onunla mənim ünsiyyətim kəsilib. O bir bəndə kimi mən Rəbbin tanımır. Bundan böyük bəla mı var? Deyir, möminlərə deyir ki, təqvalı olsunlar. Yəni, qorxsunlar ki, mənim məhəbbətimi itirərlər. Onlar ki, məsələn, deyir, dünyada yaxşılıq eləyiblər, onların müqabilində onlara böyük bir mükafat veriləcək. Ki, bu ayə ki, mövzumuza başlanğıcı bu hissədən başlayır həmən bu mövzular. Ki, möminlərə deyir ki, iman gətirən bəndələrimə deyir ki, Peyğəmbər, onlar neynəsinlər? Təqvalı olsunlar və o yaxşılıqlar ki, görüblər, o kəslər üçün ki, xeyir işlər, yaxşı işlər görüblər, Allah deyir, narahat olmasınlar, onun mükafatını verəcəm. Heç kim elədiyi yaxşılığın əvəzinin itkiyə getməsini düşünməsin. Onun əvəzini verəcəm. Burada ayənin tam mənada bəhsi dəyişir. Deyir, və ərzullahi vasiə. Allahın yeri çox genişdir. Yəni, burada yaxşılıqdan danışır, təqvadan danışır. Dərhal deyir ki, ərzullahi vasiə. Allahın yeri çox genişdir. Mövzu dərhal başlayır, hicrət mövzusu. Ərzullahi vasiə bilsən nədir? Allahın yeri çox genişdir. Heç kim bəhanə eləyib deməsin ki, mən dinimi yaşaya bilmədim. Bəyəm Allahın yeri Məkkəyə məhdudlaşmışdır. Xeyr. Məkkə olmasın, Mədinə olsun. Peyğəmbər sən dinini yaşa. Yəni, heç kəs deməsin, Allah, mən dinimi yaşaya bilmədim. Heç kəs deməsin, Allah, mən şəri hökmlərimi, vəzifəyi insanımı yerinə yetirə bilmədim. Deyir, ərzullahi vasiə. Baxın, hicrət ayəsidir ya. Ərzullahi vasiə budur ki, heç kimin Allahla ünsiyyətinə, ibadət və itaətinə bəhanə yeri qalmasın. İnnəmə yuvaffəs sabirunə əcrəhum bi qeyri hesab. Deyir, onlar ki, o hadisələr müqabilində, onlara baş verən müsibətlər müqabilində, onlara üz verən o sıxıntılar müqabilində, onlara ki, əziyyətlər eləyərdilər, indi oylab hicrətdən qabağın biz bəhsini eləsək, deyir ki, İnnəmə yuvaffəs sabirunə əcrəhum bi qeyri hesab. Belə bir hadisələrə səbr eləyənlərin hesabı bilsə necədir? Qeyri hesabları var. Yəni, rahat bir hesab verəcəklər. Allah onların hesabını nə edəcək? Özü hesaba çəkmədən onlara nə edəcək? Mükafat verəcək. Yəni, hesabsız Allah onlara behişdə aparacaq. Onları xüsusi neymətlərini aparacaq. Özdə baxın, burada bir neçə dənə ayədir ki, 1, 2, 3, 4, 5, 6 dənə ayədə Peyğəmbərin dilindən danışır. Peyğəmbər de, qulla başlayır. Qul inni umirtu ən ə'budullahə muxlisənləhuddin. Peyğəmbər onlara de, mən Allaha bəndə olmaq, xalis bir dində bəndə olmağa əmr olunmuşam. Dedi Peyğəmbər möminlərə de ki, təqvalı olsunlar. Onlar ki, yaxşı işlər görüblər, başqalarına yaxşı iş görüblər, xeyr iş görüblər, o əvəzsiz qalmayacaq, onun mükafatı veriləcək. Ki, Allahın yeri çox genişdir. Belə bir işlər, çətinliklər müqabilində səbr eləyənlərin mükafatı budur ki, hesabsız Allah onları neynəyəcək? O, xüsusi neymət olan məkanlara daxil edəcək. Qul inni umirtu ən ə'budullahə muxlisən ləhuddin.
Peyğəmbər deyir, Allah mənə əmr edib ki, mən Allahın yolunda bəndəçilik eləyim. Xalis olaraq bəndəçiliyimi sabit eləyim. Və umirtu 6 dənə təqribən burada. 5 dənə təqribən. Və umirtu li an akuna awwalal muslimin. Allah mənə əmr edib ki, mən ona müsəlman olanlardan lap birinci olum. Əvvəlim müsəlman olum. Peyğəmbərin dilindən danışır bu ayə. Deyir onlara deyir ki, Allahın mənə əmr edib ki, mən əvvəlim müsəlman olum. Və umirtu li an akuna awwalal muslimin. Allah mənə əmr edib ki, mən məmur olunmuşam ki, əvvəlim müsəlman olum. Peyğəmbər bunu nə edir? Cəmaata xitab edir. Qul inni əxaf. İndi bax bizim mövzumuz budur ki, Allah Mütəala dedi ki, Peyğəmbər onlara de. İnni əxaf. İn əsəytu Rabbi əzabə yevmin azim. Peyğəmbər onlara de. Mən qorxuram. Mədholunan qorxu bu idi. Nədən? İn əsəytu Rabbi əzabə yevmin azim. De Peyğəmbər, mən qorxuram. Rəbbimin müqabilində o əzəmətli gündə, o böyük gündə, qiyamət günü əzabından qorxuram. Rəbbimin müqabilində ona üsyan eləyəm. Baxın, bir Peyğəmbərə xas olursa əgər bu qorxu, hər bir bəşər gərək bu qorxuya malik ola. Bu xofa malik ola. Rəbbimin əzabından qorxuramın mənası budur ki, yəni mən ilahi məhəbbəti itirməkdən qorxuram. Aləmdə insan məhəbbətini itirsə hər şeyini itirəcək. Aləmdə insan sevgisini itirsə hər şeyini itirəcək. Hər şeyini itirəcək. Keçəndə mən o çəkilişlərin birində demişdim ha, Mirzə Ələkbər Sabirin Allah ruhunu şad eləsin. Bilirsən də zamanəsinin vəziyyətini nə qədər gözəl formada şərh edəndən olub. Deyir ki, istəsən könlüm kimi zülfün pərişan olmasın, ol qədər covr etmənə, ah etmək imkan olmasın. Dərd eşqim qəsdi can etdisə, mən həm şakirəm, istərəm cismimdə dərd olsun, dəxi can olmasın. Mübtəlayı dərd eşqəm, əl götür məndən təbib. Eylə bir tədbir ki, bu dərdə dərman olmasın. Baxın, mən istəmirəm bir-bir izahat verəm ona. İlahi məhəbbətdən deyir ki, mən bu yolda dərd tapmışamsa da təbibə deyir ki, müraciət edir ki, deyir, mübtəlayı dərd eşqəm, əl götür məndən təbib. Eylə bir tədbir ki, bu dərdə dərman olmasın. Adam həkimə gedər ki, mənim dərdimə əlac elə. Bu deyir ki, təbib mənə dəymə, qoy mən bu ilahi məhəbbətdə bu dərddən eyniyim, can verim. Nə qədər ilahi məhəbbəti var. İşin kökündə məhəbbət olmasa, insanın ibadət və itaətinin də mahiyyət olmayacağı, məsələ bundan ibarətdir. Həzrətə deyir ki, qul inni əxafə in əsəytu Rabbi əzabə yevmin əzim. Deyir ki, mən qorxuram Rəbbimin müqabilində, ona üsyan eləyəm. O qiyamət gününün əzabından qorxuram. İstəyir Peyğəmbərə deyə ki, Peyğəmbər sən onlara de, bütün bəşəriyyət eşitsin. Bütün qiyamətə qədər var olan varlıqlar bunu eşitsin. Allah müqabilində üsyandan qorxmaq insana xas xofdur. Əgər bir bəşər bu yolda, bu xofu hal həyatında yaşaya bilməsə, Peyğəmbərə mülhəq ola bilməz. Nə dünyada Peyğəmbər yolu ilə gedə bilər, nə ahirətdə Peyğəmbərə qovuşa bilər. Hər bir insana xüsusi dəyər budur ki, gərək neyniyə? Bu qorxu bəşərin canında ola. Yəni bu qorxu həmən mədh olunan qorxulardandır. Bəndələrin Allahdan qorxusu nə anlamdadır? Elə əslində biz mövzunun içində ki, bunu danışdıq. Elə qısasını bir də deyim ki, bəndələrin qorxusunda yenə, bəndələr həyatlarında baş verən hadisələrdə dünyanın itkisinin qorxusundan qorxmamalıdırlar ki, necə ki qeyd elədik əvvəldə. Bəndələrin qorxusu bir məqsədə, bir hədəfə xidmət eləməlidir. O da budur ki, ilahi, mən gördüyüm iş müqabilində səndən ayrılaram. Allahdan ayrılığın qorxusu deyərlər ariflər buna. Böyük şəxsiyyətlər, böyük ariflər buna deyərlər insanın qorxusu budur ki, Allahdan ayrılığın qorxusu hər kəsin qəlbində olsa, Allah ona nicat qapısı açacaq. İlahidən ayrılığın qorxusu. Görürsən, biri-birinə məhəbbət edir, biri-birinə dostdur, qardaşdır, biri-birini sevir. Ya məsələn, biri ailədir, biri ya gəncdir, hələ ailə qurmayıblar. Birinə məhəbbəti var. Onun o məhəbbətini itirməkdən, ayrılıqdan nə qədər qorxur. İstəməz heç vaxt ondan ayrıla. İndi gələ insan yaradanından ayrıla. Böyük üləma deyərlər, böyük şəxsiyyətlər deyərlər ki, bəndələrin qorxusu Allahdan ayrılığın qorxusudur ki, qorxar ki, bir iş görərəm, Allahdan ayrılaram. Mən təşəkkür ederiz, çox sağ olun gəldiyiniz üçün, dəlillər üçün, ətraflı məlumat. Allah razı olsun qardaş, mən də təşəkkür edirəm. Allah o bəyənilən xofu hamımızın qəlbində bərqərar eləsin inşallah. Amin inşallah. Əziz izləyicilər, xatırladaq ki, bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərovdur.
Növbəti verilişlərimizdə digər mövzularımızla bağlı siz əzizlərin xidmətində olarıq inşallah. Allaha əmanət olun və assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.